Amos 8-ci fəsil. Yay meyvəsi barəsində görüntü. Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi. Budur, bir səbət yay meyvəsi gördüm. O məndən soruşdu, Amos, sən nə görürsən? Mən cavab verdim, bir səbət yay meyvəsi. Rəbb mənə dedi, xalqım İsrailin axır günü yetişib, artıq onlardan əl çəkməyəcəyəm. Həmin gün saray nəğmələri fəryada çevriləcək. Meyit üstə düşəcək, hər tərəfə atılacaq, sonra sükut olacaq. Xudavənd Rəbb belə bəyan eləyir. Allah İsrailə cəza verəcək. Siz ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın. Deyirsiniz, təzə ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. Qoy yoxsulları pula, möhtacları bir cüt şarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq. Yaqubun fəxri olan Rəbb belə and içmişdi. Onların bütün işlərini heç vaxt unutmayacağam. Bundan ötürü deyilmi ki, yer titriyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq. Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək. Xudavənd Rəbb bəyan eləyir. Həmin gün günorta günəşi batıracağam. Yer üzündə gündüzü qaraldacağam. Bayramlarınızı yasa döndərəcəyəm. Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm. Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi o günü sona qədər acı eləyəcəyəm. Xudavənd Rəbb bəyan eləyir. Budur, elə günlər gələcək ki, ölkəyə qıtlıq göndərəcəyəm. Bu günlərdə çörək və suyun qıtlığı deyil, Rəbbin sözlərinin qıtlığı olacaq. İnsanlar Rəbbin sözünü axtaracaq. Dənizdən dənizə, şimaldan şərqə qədər sürətlə gəzib dolaşacaqlar. Lakin onu tapmayacaqlar. Həmin gün gözəl qızlar, igid oğlanlar susuzluqdan qəşq eləyəcəklər. Samariyanın bütlərə and içib, ey Dan Allahının haqqı, Beerşevaya gedən yol haqqı deyən adamlar yıxılacaq və bir daha qalxmayacaq.